Bugün biz Masallı rayonunun Viləş kəndində çox önəmli və mənəvi dəyəri yüksək olan bir hadisənin şahidi oluruq. Vətən uğrunda canlarından keçmiş iki igid qardaş, aprel döyüşləri şəhidi Nurlan Əskərli və qardaşının qisasını, intiqamını alaraq Şuşada şəhid olan İntiqam Əskərli qardaşlarının əziz xatirəsinə yaradılan Şəhid Qardaşları Ev Muzeyinin açılışı münasibəti ilə Öndər TV komandası olaraq biz də iştirak edirik. Tədbirdən öncə rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri qəhrəman qardaşların məzarını ziyarət edərək ruhlarına dualar oxuyub, məzarları önünə tər çiçəklər düzüblər. Anama birdən demə, deyixılıb azacıq, əl ayağını cızıb, ona görə komandir uşağı evə yazıb. Bu muzey sadəcə bir xatirə məkanı deyil, bu qəhrəmanlığın, fədakarlığın və vətən sevgisinin canlı təcəssümüdür. Burada nümayiş olunan şəxsi əşyalar, fotolar və həyat hekayələri gələcək nəsillərə örnək olacaq. Onların vətənpərvərlik ruhunda böyüməsinə böyük töhfə verəcəkdir. Bugünkü tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin Masallı rayonu üzrə millət vəkili Məhşur Məmmədov, xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bu, şəhidlərimizin xatirəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Şəhidlərimiz bizim qürur yerimizdir. Onların keçdiyi şərəfli yol bir daha sübut edir ki, xalqımız hər zaman vətənin müdafiəsinə hazırdır. 44 günlük vətən müharibəsinə gedən yol da məhz aprel döyüşlərindən keçmişdir və bu tarixlər qəhrəman salnaməmizin ayrılmaz hissəsidir. Bugün burada toplaşmağımızın əsas məqsədi yalnız xatırlamaq deyil, eyni zamanda onların ideallarını yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Bir daha bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik. Allah onlara rəhmət eləsin, ruhları şad olsun.